10.000 manata kimi nə maşın ala bilərəm sualına cavab vermək istəyirəm. 3 dənə maşın deyəcəm, 3 dənə. 2000-ci ildən yuxarı olan və motoru da 1.6 motordan yuxarı olmayan maksimum. Həm də benzin. Bunlardan biri Chevrolet Aveo'dur. Qoz kimi maşındır, çap getsin, 1.4 motor, əsas bunu deyirəm. Bir dənə alanda antifrizinə baxdırın, başqa heç nə. Yəni görün vəziyyət necədir orada. 2006-2007 modellərdən söhbət gedir. İkincisi Kia Rio'dur. Bu da 2006-2007. Başqa heç nə deməyəcəm. Axırıncısı da Nissan Sunny. Amma 1.3, 1.5 motor zad yox. 1.6 əsas budur. Onu da əgər tapsaz alarsınız, yəni azdır. Saytda alan onu satmır. Onun da ili daha yuxarı olacaq. 2008 falan, yəni start. O da 11.000 manata zada olanlar var. Yəni əsas buradan başlayacaq. Onda indi təbii ki sizin fərasətinizdə hansıdır? Salarsınız onu 1000 manat aşağı. Mənə bu 2009-2010-cu il 07 alan qardaşlar maraqlıdır. Sən bu vaza nə qədər vurğun olmalısan ki, bu vazı nə qədər sevməlisən ki, sən gedib, indi olsun 2009-2010, problem yoxdur, okey. Yəni bu ili daha yenidir filan. 8.000 pul verəsən günün bu günündə. Yəni 2025-ci ildir təqvimdə, kalendarda. Yəni 2009 oldu, 1995-in oldu, nə bilim 2019-un 07-si olsun. Qardaşım bu 07-dir də. Yəni burada dəyişən nə var axı? Qapı eyni razmerdə, kapot eyni razmerdə, maşın da eyni razmerdə. Ya dəyişən nədir axı? Korobka da eyni korobka. Nə bilim 8.000 manat başa dönüm. Yəni məsələn 8.000 manata hansısa bir xarici maşının ilkin ödənişi üçün verib o maşını məsələn ala bilərsən, sıfır maşına.